Hər vaxtınız xeyirli olsun. Bugün sizə 10-cu siniflərin, 9-cu siniflərin güvən nəşriyyatının blok imtahanlarla bağlı, qəbul imtahanı ilə bağlı, bəzi kursların qəbul imtahanlarında düşən suallarla bağlı izah verəcəm. Deməli, ixtisaslaşma sözünün fonetik təhlilə bağlı yanlış göstərin deyir. İxtisaslaşma sözü ixtisaslaşma formasında olacaq. Deməli, səs hərf tərkibi arasında iki fərqli məqam var mı? Bəli, bəli. Çünki t-dıya keçir, l-dıya keçir. İxtisaslaşma. Müxtəlif hərflər eyni səsi ifadə edəcək. Ona görə hərf tərkibi arasında iki fərqli məqam varmı? Var. İxtisaslaşma. Sahitlərdən ikisi incə qapalı dodaqlanmayandır. Bəli. İki incə qapalı dodaqlanmayan. Ahəng qanuna tabe deyil. Bəli. Bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənmişdir. Bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənməyib. Yan-yana işlənmiş kar samitlər varmı? Bəli. İxtisaslaşma. Görürsünüz, x-nandır, s-nandadır. İxtisaslaşma sözü ixtisaslaşma formasında olacaq. S-dı, x-dı. Kar cingiltili samit, kar cingiltili samit yanaşı işlənib. Burada nə deyir? Deyir ki, yan-yana işlənmiş kar və cingiltili samitlər var. Var. Amma bir-biri ilə qarşılıq təşkil edən samitlər yoxdur. Doğru cavab D variantı. Mürəkkəb adın yazıcı səhvdir. Yadınızda qalsın uşaqlar, nazir sözü, kənd təsərrüfatı naziri düzdür. Yeni qaydaya görə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifələrdə Azərbaycan Respublikası böyük yazılır, kənd təsərrüfatı naziri, elm və təhsil naziri bunlar hamısı böyük, kiçik yazılacaq. Azərbaycan Respublikası Milli Məclisi sözləri böyük yazılır, amma sədr sözü kiçik yazılmalıdır. Azərbaycan Respublikasının baş sözü böyük yazılmalıdır, naziri kiçik yazılmalıdır. Baş nazirində bir dənə nazir kiçik yazılır, qalan hamısı böyük yazılır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi dövlət qurum adlarında bütün hərflərin baş hissəsi böyük yazılır. Burada nazirlik sözündə n böyük yazılmalıydı. Bakı şəhər icra hakimiyyətində şəhər böyük yazılmalıdır. Yəni yenə də şəkildə dövlət qurumu olduğuna görə bütün hərflər böyük yazılmalıdır. Növbəti sual 8-ci sualdır. Deyir, əlavə işlənməmişdir. Baxın uşaqlar, bizim qonşumuz təqaüddə olan qoca. Qonşumuzun əlavəsidir. O doğma şəhərini, Şamaxını, Şamaxı şəhərini sözünü əvəz edir. Yolun kənarında, qoca çinarın düz altında, bax, qoca çinarın altında, yolun kənarında yer zərfinin əlavəsidir. Mərasimə, əziz qonaqlar, tələbə yoldaşlarım, köhnə dostlarım. Baxın, qonaqlar, yoldaşlarım, tələbə yoldaşlarım mübtədasının və dostlarım mübtədasının nə idi? Ümumiləşdirici sözüdür. Ona görə də D variantında əlavə işlənməyib. Onun yenə istəyi, onun yeganə istəyi tanınmaqdır. Elm pilləsində durmadan ucalmaqdır. Burada da xəbərin əlavəsi işlənib. Şamxal düşündükcə daha uzaqlara gedir, ürəyində mələyi asıb kəsirdi. Baxın, şamxal mübtədadır, xüsusi isimdir. Bəli. Mələyi sözü xüsusi isimdir, təsirlik aldadımı? Bəli. C variantı getdi. Zaman zərfi işlənibmi? Şamxal isim. Düşündükcə, dıqca feili bağlamadır, zaman məzmunu bildirən feili bağlamadır. Daha ədatdır, uzaqlara sifətdir, gedir feildir. Sadə feil indiki zamandadır. Ürəyində zəflikdir uşaqlar. Tərz hərəkət zəflidir. Mələyi xüsusi isimdir. Təsirlik haldadır. Asıb kəsirdi də indiki zamanda olan iri hissəcinə işlənmiş mürəkkəb feildir. Mürəkkəb feildir. İri köməkçisinə işlənib doğru. Zaman zərfi varmı? Xeyr. Səhvdir. Deməli, cavab burada B variantı. Xüsusi isimlərin aldıq halda biri təsirlik haldadır. Bəli. Şamxal aldıq halda, mələyi təsirlik halda. Ədat işlənmişdirmi? Daha. Mənsubə şəkilçi söz aldıq halda deyil. Şamxal düşünürsə uzaqlara, ürəyində. Baxın, aldıq halda deyil, ürəyində. Aydın oldu. Mənsubə şəkilçili sözdür, amma aldıq halda deyil. 10. Tərkibinə görə təhlil, kök, 2 leksik, 2 qrammatik şəkilçi. Çəkməkdən çəki, çəkisiz, likdən, 3 leksik, 1 qrammatik. Azdan azal, azaltmış, am. Deməli, cavab C variantı. Tamam, tamamla, tamamlanmaq. Burada 2 leksik, 1 qrammatik. Ləng, ləngimək, ləngitmək, ləngidilmək, ləngidilmişdir. 3 leksik, 2 qrammatik. Çox, çoxal, çoxalt, çoxaldılıb. 3 leksik, 1 qrammatik. Cavab C variantı. Hansı bənddə ürəyinə toxunmaq frazoloji birləşməsinin antonim işlənmişdir? O qədər həssas insandır ki, ən xırda laqeydlik belə onun qəlbinə dəyir. Qəlbinə dəymə, laqeydlik qəlbinə dəyə bilməz. Yəni, incidir mənasındadır. Cavab belə A variantı olacaq. Onun laqeyd münasibəti soyuq baxışları, burada laqeyd münasibət soyuq baxışlar məcazi mənalı sözlərdir. İncimək mənasında deyil. Frazoloji birləşmənin sinonimi frazoloji birləşmə olmalıdır. Deyəsən, bəxtimiz bizdən küsüb. Nə qədər çalışsaq da işlərimiz yoluna getmir.
Burada da bəxtimiz bizdən küsüb, burada ürək deyil, bəxtdir. Burada bəxtimiz bizdən küsüb incib mənasındadır. Amma ürəyə toxunma burada küsmək mənasındadır. Burada isə incimək mənasındadır. Müəssisə rəhbəri hər zaman işçilərin könlünü almağa çalışır. Burada könlünü almaq ürəyinə toxunmağın antonimidir. Burada qəlbinə dəymək, yəni incitmək, burada da isə könlünü almaq, şad eləmək mənasındadır. O dostunun səhv qərar verməsinə mane olmaq üçün bütün gücü ilə onu dilə tutmağa, yəni yalvarmağa çalışdı. Burada yalvarmaq da ürəyə toxunmağın sinonimi deyil. Hansı cümlədə feili birləşmə ilə ifadə olmuş təyin və zəflik var? Baxın, qoca çinarın kölgəsində əyləşən Murad dərin xəyallara dalmışdı. Qoca çinarın kölgəsində əyləşən feil sifət tərkibidir, təyindir, Murad mübtədadır. Xəyallara dalmaq frazoloji birləşmədir. Dərin xəyallara dalmaq, bu da dərin də təyindir. Səhranın ortasında tək qalan daxma yolçular üçün sanki ümid çırağı idi. Burada ümid çırağı idi xəbər, yolçular üçün tamamlıq, daxma mübtəda, səhranın ortasında tək qalan təyin. Sahilə doğru can atan dalğalar qayalara dəyərək ağappaq körpüyə çevrilirdi. Hansı cümlə feil birləşmə ifadə olmuş təyin və zəflik? Baxın, sahilə doğru can atan feil sifət tərkibidir, təyindir. Çünki dalğalar mübtədasını izah edir. Qayalara dəyərək, burada qayalara dəyərək feili bağlama tərkibidir. Nə tərzdə dəyərək, demək cavab C variantıdır. Gəlin burada baxaq. Süfrənin ortasında qoyulmuş təzə çörəyin qoxusu. Çörəyin qoxusu mübtəda. Süfrənin ortasında qoyulmuş təyin. Bütün otağı bürümüşdü xəbər. Haranı bürümüşdü? Otağı. Bu tamamlıqdır. Onlar gənc imtahanlara nə deyir? Onlar gənc imtahanlara hazırlaşmaq üçün kitabxananın sakit salonunda toplaşmışlar. Burada da ümumiyyətlə nədir? Onlarla gənc imtahanlara hazırlaşmaq üçün. Burada məqsəd zərfli idi. Kitabxananın sakit salonuna yer zərfli idi. Toplaşmışdı xəbərdir. Amma burada təyin yoxdur. Onlarla gənc mübtədadır. Onlarla təyindir, amma sadə təyindir. Cümlələrdən birində isim sifətin sualına cavab verir. İsim sifətin sualına cavab verir. Gələnləri qapıda mehribanlıqla qarşılayıb içəri dəvət etdilər. Burada isim sifətin sualına cavab verir. Burada qapıda nədə? İsmin sualına cavab verir axı. Sifətin sualına cavab vermədi. Birincilər yarışın sonunda fəxri fərmanla təltif olundular. Təltif olundular xəbər. Nə ilə? Fəxri fərmanla. Fəxri fərman, elə fəxri sifətdir. Fərman tamam isimdir. Yarış isimdir, son isimdir. Birincilər saydı, isimləşib. Bu ad günündə dostuna dəri, baxın burada dəri material bildirən isimdir. Dəri, qızıl, gümüş, tunc, dəmir, pambıq, kətan, bunlar material bildirən isimlərdir. Özündən sonra gələn ismin yanında işləndiyi üçün dəri sözü kəmər ismini izah edir və sifətləşir. Amma nitq səsi kimi isimdir. Cavab nədir? C variantı. 14. Deyir, bir tabesi məhkəb cümlə deyil. O yavaşca, məsələn, qapı yavaşca açıldı, içəri qədim əlyazmalar olan bir gənc daxil oldu. Gənc daxil oldu xəbər. Daxil oldu xəbər, kim gənc? Mübtəda burada. Açıldı xəbər, nə qapı? Fərqli mübtədalar, fərqli xəbərlər. Deməli, tamam mürəkkəbdir, tabesi məhkəb cümlədir. Gah yağış yağır, gah güclü külək əsir. Baxın, yağış yağır mübtəda, külək ağacın yarpaqlarını silkələyirdi. Nə silkələyirdi? Külək. Neydi silkələyirdi? Külək mübtəda, silkələyirdi xəbər. Yağış mübtəda, yağır xəbər. Fərqli mübtədalar, fərqli xəbərlər və tabesi mürəkkəb cümlə. Ya sən bu mürəkkəb məsələni həll etməlisən, ya da biz başqa mütəxəssislərə müraciət etməliyik. Baxın, müraciət etməliyik. Kim? Biz, mübtəda, müraciət etməliyik xəbər. Sən həll etməlisən. Həll etməlisən xəbər. Kimsən? Fərqli mübtədalar. Baxın, sən və biz fərqli mübtədalar. Həll etməlisən, müraciət etməliyik fərqli xəbərlər. Tabesi mürəkkəb cümlədir. Getdi. O həm dərslərini əla qiymətləri oxuyur, həm də asudə vaxtlarını idmanla məşğul olur. Kim məşğul olur? O. Kim oxuyur? O. Xəbərlərin ikisi də eyni mübtədaya aid olduğuna görə cavab D variantıdır, sadə cümlədir. Hamı mərasim zalına toplaşmış. Toplaşmışdı xəbər. Kim? Hamı. Hamı mübtəda, toplaşmışdı xəbər. Sənətkar emalatxanadan çıxmamışdı. Kim çıxmamışdı? Sənətkar. Nə etməmişdi? Çıxmamışdı. Fərqli mübtədalar, fərqli xəbərlər. Ona görə cavab E variantı olmayacaq. Tabesi mürəkkəb cümlədir. Sadə cümlədir. Eyni mübtədalar, eyni mübtəda, yəni o mübtədası həm oxuyur, həm də məşğul olur xəbərlərinə aid olduğuna görə sadə cümlədir. Altından
İndi sintaktik təhlil edirik. Axşamdan əsən güclü külək yenicə sakitləşmişdi. Sakitləşmişdi xəbər, yenicə zaman zərfliyi, külək mübtəda, hansı külək? Güclü külək. Hansı külək? Axşamdan əsən. Feil sifət tərkibində ifadə olunmuş təyin, düzəltmə sifətlə ifadə olunmuş təyin, sadə isimlə ifadə olunmuş mübtəda, zərflə ifadə olunmuş zərflik, xəbərlə ifadə olunmuş fiili xəbər. Xəbər, zərflik, mübtəda, təyin, təyin. Cavab B variantıdır uşaqlar.